Hörmətli qonaqlar, hörmətli məclis əhli, bir daha bu gözəl gündə bütün qonaqlarımızı salamlayırıq. Baxıram, müxtəlif yerlərdən bizim dostlarımız, tanışlarımız, qohumlarımız, o cümlədən Xanlıqlar kəndindən bizim dostlarımız gəliblər. Hamı xoş gəlib, səfalar gətiriblər, gələn əhları var olsun, çox gözəl. Deyirəm, bu sağlığımızı el yəsinin sağlığına bir qeyd edir, Elbrus'un sağlığı olsun, onun ailə üzvlərinin sağlığı olsun, yaxınlarının sağlığı olsun. Hamımız gəlmiş ki, Elbrus qardaşımıza bir göz aydınlığı verək. Deyək, gözün aydın olsun, gəlinimizin ayağı səyahlı düşərli olsun, Allah mübarək eləsin, Allah xoşbəxt eləsin və Elbrus'la bərabər başda olmaqla bu gözəl elim obanın sağlığına deyək, bu daşsaların cəmatının sağlığı olsun. Bax, analarımızın, bacılarımızın, qardaşlarımızın hamınıza can sağlığı arz ederim, xoş günlər arz ederim. Belə hər kəsin həyatından belə gözəl musiqi səsləri gəlsin. Şair dostum, ünvanıma bələd ol, ağırlı, həyalı daşlar ağrıyam. Dönə-dönə sınanmışam el oğlu, ayağı səyalı daşlar ağrıyam. Damcılı hər yerdə bulağım olub, arzılı ağ dərə oylağım olub. Aveyin zirvəsi yaylağım olub, mən qızıl qayalı daşlar ağrıyam. Şair həvəskara vermə sualı, babalar danışım olmuşam halı. General rütbəli Məmməd Çoxalı, Sartel havalı daşlar ağrıyam. Allah bu eli o boyu şen eləsin, böyükdən kiçiyə hamınıza sağlıq olsun. Ağrımayın, davadan, dərməndən uzaq olasınız. Xoş günlər arz edirəm və gözəl sənətkarımızdan da bir daş talahlıya ait yazılmış bir gözəl nəğmə gəlsin ki, bir-birini tamamlasın da qaymaqla balı ayrı əlbəttə yemək olmaz be, gərək bir-birini tamamlayaq. Oldu. Vaqif də bizim gözəl sənətkarımız da buna söhbət oldu. Var olsun. Sen kazan Eldar Resul, maşallah olsun. Şolumuzun gözü sen taşlarla. Sen kazan elinin gözü sen taşlarla. Kadınla şolumuzun gözü sen taşlarla.
Çok sağ olun. Çok güzel, çok güzel.